Allah Teala'dan istəyərək bu məclisi bərəkətli eləsin və Allah Teala bizi öz dinində sabit etsin və Allah Teala'dan istəyirəm ki, bizə faydalı, mənfəətli elm nəsib etsin və bizə öyrətdiyi ilə fayda, mənfəət versin. Və Böyük Günahlar kitabından rivayet edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm muhallil, yəni halal edən o kişiyə və bir də kimin üçün halal edilirsə ona lənət etmişdir. Və Allah Resulü sallallahu aleyhi və səlləm yəni tam şəkildə 3 dəfə talaq verilərək boşanılandan sonra əvvəlki ərinə qayıtsın deyə bu qadınla evlənən kişini icarəyə götürülən keçi adlandırmışdır. Elə bir keçi ki, icarəyə götürülür, erkək keçi ki, başqa keçilərdə artım, nəsil artımı olsun deyə. Və bu iş icma ilə şəriətdə qadağandır, haramdır. Və Əli radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm halal edən və bir də halal kimin üçün edilirsə onu lənətləmişdir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm lənətləmişdir və lənət olunan hər hansı bir əməl bu əməlin böyük günah olduğunu bildirir. Hər hansı bir işə, hər hansı bir əmələ əgər lənət gəlibsə, deməli böyük günahdır. Və bu çirkin əməli edən Allah Teala'nın lənət etdiyi şəxsdir Peyğəmbər sallallahu aleyhi və səlləmin dili ilə. Və evlənmək istəyən insan kəbin doğru düzgün şəkildə kəsilməlidir. Və əgər evlənərsə könül xoşluğu ilə və sonradan əgər yola getməsələr, ailə həyatı doğru düzgün alınmasa, boşanmaq, ayrılmaq istəsələr, ayrılsalar, ondan sonra o qadın əvvəlki ərinə qayıda bilər. Yoxsa ki, bu işi bilərəkdən etmək böyük günahlardandır. Və Allah Resulü sallallahu aleyhi və səlləmin ona lənəti vardır. Və sonra 30-cu böyük günahlardan əklül meytəti və dəmi və ləhmil xinzir. Ölü ət, qan, yəni axar qan və bir də ki, donuz əti yemək. Və Allah Teala Ən'am surəsi 145-ci ayədə buyurur: "Qul la acidu fima uhiya ilayya muharraman ala ta'imin yet'amuhu illa an yakuna meyteten aw daman masfuhan aw lahma khinzirin fe innehu rics." Allah Teala buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem de ki, mənə gələn vəhiylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allah Teala'nın adından başqasına, Allah'tan başqasının adına Bismillah deyilmədən günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Yəni Allah Teala bu ayədə bildirir ki, vəhiy olunanlar içərisində haram olunan yalnız və yalnız ayədə yəni zikr olunanlardır. Ayədə zikr olunanlar haramdır. Hansı ki bu da donuz ətidir, axar qandır, ölü heyvandır və də bismillahsiz
kesilerek Allah'tan gerisinin adına kesilendir. Ve kim de bunlardan birisini zaruret olmadan qəsdən yeyerse ve o insan günahkarlardan, mucrimlerden hesap olunur. وَمَا أَحْسِبُ أَنَّ مُسْلِمًا يَتَعَمَّدُ. Ve sonra müellif diyor ki her hansı bir Müslümanın qəsdən donuz eti yediğini ben hesab eləmirəm. Yani hesab eləmirəm ki her hansı bir Müslüman qəsdən donuz eti yesin. Ve yalnız bunu İslam'dan çıkan firqələrdən olabilir ki bunu etsinler. Ve sonra buyurur ki Müslümanların, müminlerin nefslerinde domuz etini yemek, içki içmekte olan günahtan daha büyüktür. Yani Müslümanlarda bu iş, bu murdar emel onların nefslerinde daha büyüktür ki yani içki içmekten daha çok domuz etini yemeyi bu cür büyük hesap edirlər. Ve alimler diyor ki yani son dövrlerde bazı Müslümanların ettikleri daha qəribədir. Ki onlar Avropanı təqlid edərək və xüsusən də küfür diyarında yaşayanlar onlara özlərini oxşadaraq görürsən domuz ətinə bulaşırlar. Və bu məsələdə də həkimlərdən birisi olan Əl-Baydari Əhməd Cavad, yəni domuz ətinin zərəri haqqında elmi təfsilatla əsər, kitab yazmışdır. Ve o kitabın da adı El-Xinziru beyne mizan-ı şer'i ve minzaril ilm. Şeriatin terazisi ve ilim gözü arasında olan domuz. Yani orada domuzun zararlarından bahsetmişti ki domuz eti ne kadar insana zararlıdır. Ve bunu okuyarken, bunu öğrenirken insan Allah Teala'nın merhametini ne kadar rahimli olduğunu bilir ki Allah Teala ebes yere bu hayvanı haram etmemiştir. Ve Allah Resulü sallallahu aleyhi ve sellem hadiste buyurur ki La yedhulul cennete lahmun nebete min suhtin. Haramla büyüyen, inkişaf eden et cennete girmez. Ennâru evle bihi. Cehenneme daha layıktır o. Yani cehennemde yanmağa, cehenneme dahil olmağa o et, o beden daha layıktır. O beden ki haramla inkişaf edip, haramla gıdalanıp, haramla büyüyüpse onun düşme yeri cehennemdir. Yani cennete layık insan değildir o insan. Ve Müslümanlar da icma ediblər ki nerd oynamak, nerd oyunu haramdır. Nerd oyunu hadislerde Peygamber sallallahu aleyhi ve sellem nerd oyununun haram olduğunu bildirmiştir. Ve Allah Resulü sallallahu aleyhi ve sellem hadiste buyurur ki men la'ibe bin nerdeşir. Her kim nerd oynayarsa sanki elini domuz etine bulamıştır ve domuzun kanına bulamıştır. Ve sonra alimler diyor ki yani domuzun etine, kanına bulaştırmak kimi günah olduğunu bildirmiştir. Allah Resulü sallallahu aleyhi ve sellem nerede oynamağı? Bəs domuz eti yemek ve onun kanını yemek necə ola bilər? Yani günah bakımından daha şiddetlidir. Ve sonra 31. büyük günahlardan bövülden temizlenmemek
yani ayak yoluna, küçük ayak yoluna giderken insanın temizlenmemesi ve bu da Nesranilerin adetlerindendir ki onlar ayak yolunda yumurlar, temizlenmirler. Ve Allah Teala buyurur Muddessir suresi 4. ayette وَثِيَابَكَ فَطَهِّرْ paltarını temizle, temiz sakla. Ve Allah Resulü sallallahu aleyhi ve sellem iki qəbrin yanından keçir ve deyir ki innehuma leyuazzəbən. Həqiqətən bu ikisine əzab verilir. Yəni bu iki qəbirdə olanlara əzab verilir. وَمَا يُعَذَّبَانِ فِي كَبِيرٍ yani büyük bir şeye göre əzab verilmir. Emme ahaduhuma ama onlardan birisi fekâne la yestenzihu min bevlihi yani bövlünden yani küçük ayak yolundan korunmaz, temizlenmez, yuyunmazdı. Diğeri ise fekâne yemşi bin nemime nemmamlık ederdi. Ve bu hadiste Peygamber sallallahu aleyhi ve sellem yani Allah Teala'nın ona bildirdiği haberle gaybin bazı haberlerinden Müslümanlara çatdırır, haber verir. Və şək yoxdur ki, qəbir aləmi, bərzəx aləmi qeyb aləmindəndir. Ki, insan bərzəxdədir. Bərzəx yəni maniyə deməkdir. Dünya ilə axirət arasında bir maniyədir. İnsan nə dünyaya qayıda bilmir, nə də ki, qiyamət olmamışdır ki, cənnətə və ya cəhənnəmə getsin, bərzəxdədir, maniyədədir. İkisi arasında. Dünyadan ayrılmışdır. Qayıdış yoxdur, lakin qiyamətə qədər də o bərzəx aləmindədir və bu da ümumi Quran və hədis dəlilləri ilə sabit olan bir qeyb aləmidir ki, bu hər kəs üçün vardır. İstər insan qəbrə bastırılsın, istər suda balıqlar yesin, istər onu quşlar parçalasın, yenə də o insan bərzəx aləmindədir. Qəbir aləmindədir. Və nə üçün qəbir aləmi, qəbir evi deyilir? Ümumən insanların qəbrə bastırıldıkları üçün və həmçinin yəni insan öldükdə əsl odur ki, qəbrə bastırılır. İlla ki, bəzi tayfalar, bəzi insanlar qəbrə bastırılırlar, ya yandırırlar, ya da ki, quşlara verirlər, parçalasın. Lakin yenə də o qeyb aləmi sayılan bərzəx aləmi hər kəs üçün vardır. Hər kəs o aləmi görür. Əgər mömindirsə, müsəlmandırsa, nimət içindədir, cənnət bağçalarından bağçadır. Yox, əgər mömin, müsəlman deyilsə, onun qəbri, bərzəx aləmi cəhənnəm çuxurlarından bir çuxur olur. Və bu hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm bildirir ki, yəni iki qəbir, hansı ki bu qeyb aləmidir, heç kəs deyə bilməz ki, hansı qəbirdə yatan insanın halı necədir. Və bildirir ki, bu iki qəbirdə yatanlara əzab verilir. Lakin böyük bir şeyə görə yox. Yəni onlar üçün, bu iki qəbir sahibləri üçün böyük bir əməl deyil, lakin Allah yanında böyükdür. Və mənası odur ki, günahda böyükdür. Lakin insanlar üçün böyük gəlməsə də, insanlar bunu böyük bir iş hesab etməsələr də. Çünki Səhih Buxaridə də başqa rəvayətdə gəlir ki, وَاِنَّهُ لَكَب۪يرٌ həqiqətən bu böyükdür. Yəni Allah yanında böyük bir işdir. Necə ki Allah Teala Nur suresi 15. ayda buyurur وَتَحْسَبُونَهُ هَيِّنًا وَهُوَ عِنْدَ اللّٰهِ عَظِيمٌ Ve onu yüngül hesap edirsiniz. Halbuki o Allah yanında büyüktür, əzəmətlidir. Və bu hədisdə də Peyğəmbər sallallahu aleyhi ve sellem insanları bu işten çəkindirir. Bu pis əməldən çəkindirir ki, insanlar bu əməli etməsinlər. Və həmçində insanlar elə başa düşməsinlər ki, əzab yalnız böyük günahlara görədir. Və böyük günahlardan başqası üçün də insanlara əzab verilə bilir. Yəni böyük bir işə görə, onlar yanında böyük bir işə görə əzab verilmir. Lakin
Allah yanında böyüktür. Necə ki, başqa hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, bu hədisdə Səhih Buxarıda keçir, Dəxalət imra'ətun nara fi hirra. Bir qadın bir pişiyə görə, bir pişik səbəbilə cəhənnəmə daxil olmuşdur. Yəni pişiyə yemək vermir. Evində saxlayır, yemək vermir. Nə kölə bayra buraxmır ki, o pişik həşəratlarla dolansın, nə də ki, evində saxlayaraq özü də yemək vermir. Ac saxlayır və ona əzab verir və pişik səbəbi ilə cəhənnəmə daxil olur. Və bu hədisdə də Peyğəmbər sallallahu əleyhi və səlləm bildirir ki, onlardan birisi bövlündən təmizlənməzdi, digəri isə nəmmamlıq edərdi. Bövlündən təmizlənməzdi, yəni onu yumazdı, təmizlənməzdi və həmçinin bövüldən qorunmazdı. Qorunmur ki, paltarı, bədəni batmasın deyə. Və həmçinin yumur. Və bu səbəbi ilə ona qəbirdə, bərzəx aləmində əzab verilir. Və ikinci isə o insandır ki, nəmmamlıq edir, söz gəzdirir. Nəmmam da kimdir? Bir adamın sözünü başqası haqqında, filankəs haqqında dediyi sözü kimin haqqında deyilibsə ona çatdıran adamdır. Sözü çatdırır ki, arasında fəsad salmaq üçün, müsəlmanlar arasında fəsad salmaq üçün, müsəlmanların arasını vurmaq üçün söz gəzdirən adama nəmmam deyilir. Və Allah Resulü sallallahu aleyhi ve sellem başqa hədisdə də buyurur ki, nəmmam cənnətə daxil olmayacaq. Nəmmamın çatdırdığı söz haqq olsa da belə və kimsə başqası haqqında danışıb və o kimin haqqında danışılıbsa ola bilər xoşlamadığı bir şeydir, lakin haqq olaraq deyibdir bu insan və nəmmam da o sözü o birisine çatdırdığı üçün cənnətə daxil olmur. Və bu hədis bildirir ki, müsəlmanlar arasındakı ülfət, məhəbbətin qorunması İslamın əsaslarındandır. Nəmmamın dediyi söz, çatdırdığı söz haqq olsa da, həqiqətən də filan kəs digəri haqqında danışıb, deyibdir. O sözü ona çatdırdığı üçün Peyğəmbər sallallahu aleyhi ve sellem bildirib ki, cənnətə daxil olmaz. Böyük günahlarda olduğunu bildirib. Lakin iki küsən müsəlmanı barışdırmaq üçün və həmçin ər-arvad arasında mehribanlıq, sevgi, ülfətin möhkəmlənməsi üçün şəriət, din, İslam yalan danışmağa icazə vermişdir. Və bu hədislər də müsəlmanlar arasında birlik, məhəbbət, sevginin nə qədər mühüm olduğunu bildirir. Ki, nəmmamın çatdırdığı söz haqq olsa da belə böyük günahlardandır. Çünki aranı vurur. Lakin iki küsənlər arasında onları barışdırmaq üçün yalana icazə verilmişdir. Və Ənəs ibn Məlik deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuştur, Tənəzzəhu minnəl bəvl. Bövldən təmizlənin. Yəni ayaq yoluna, kiçik su yoluna çıxdıqda, kiçik ayaq yoluna çıxdıqda təmizlənin, yəni özünüzü yuyun. فَإِنَّ عَامَّةَ عَذَابِ الْقَبْرِ مِنْهُ. Həqiqətən qəbir əzabının çoxusu bundandır. Yəni qəbirdə insanlara əzab verilir və qəbirdə verilən əzabın əsas səbəbi çox hissəsi, yəni böyürdən, kiçik ayaq yolundan, su yolundan təmizlənmədikləri üçündür. Və baxmayaraq ki, insanlar yanında bu yüngül hesab olunur. İnsanlar yəni buna çox da ciddi yanaşmırlar, lakin Allah yanında böyük əməldir. Və sonra müəllif deyir ki, və hər kimdə bövüldən təmizlənməzsə, su yoluna çıxanda, kiçik ayaq yoluna çıxanda yumazsa bədənini, paltarını, onun namazı səhih olmur. Çünki nəcisdir və nəcasətli bədənlə, nəcasətli paltarla
namaz qılmaq da olmaz. Və Allah Teala'dan istəyirəm ki, bizi eşidib yaxşısına tabe olanlardan etsin. Və Allah Teala bizi öz dinində sabit etsin. Allah sizə də bərəkət versin. Subhaneke Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.